bilsəydi ki, onlar bu mahnıları yazıb ifasından sonra, bax, o musiqinin altında, məhz ərəb musiqilərinin altında bu xanımlar, bilməm, bizim xanım deyim, bizim xanımdır da, adı, soyadı bizimkidir. Belə rəqs edəcəklər, yarı çılpaq, bəzən elə çılpaq da olur. İnanın ki, yazmazdılar. Bəlkə də o mahnıya görə müəllif yükü var da, deyərlər təzminat ödəyir. Bizim rəqqasə xanımlar hamısı yarı çılpaq, belə də belə çıxıblar, tökülüblər səhnələrə, nə bilim, kafelərə, restoranlara, şadlıq saraylarına, ancaq belə də göstərirlər və rəqs edirlər. İnanın, ərəblər təzminat alardı bizdən. İndi bu yayımlanandan sonra orada bəzi uşaqların qolu, üzü, burnu görünür. Bütün valideynlər mənə yazacaq. Sonra Səfira, o videonu oradan götür, mənim uşağım görünür, qızım görünür, oğlum görünür. Əzizlərim, bəs siz uşağınızı yarı çılpaq olan bir qadının qarşısına gətirmişsiniz. Əlinə telefon vermişsiniz, onlar çəkir. Amma mənə təsir göstərəcəksiniz ki, o videonu oradan götürün, bizim uşaqlar görünür. Əzizlərim, vacibdir, öz uşaqlarınızı gətirmişsiniz. Bax, belə bir rəqqasənin qarşısında saxlamışsınız, o da rəqs edir fəxrlə. Sonra da deyirik, uşaqlarımıza düzgün tərbiyə vermirik. Qoy bu yarı çılpağa, yarı çılpaq kişilər olur, yarı ayıq, yarı nə bilim nə kişilər olur. Qoy onlar baxsın. Uşaqlarımız belə rəqqasələrə baxmasın.